Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar, bugün Azərbaycanla Türkiyə tarixinin ən şanlı və şərəfli dövrlərini yaşayırlar. Tarix boyu Azərbaycan və Türkiyə həm sevincli günlərində, həm də kədərli günlərində bir-birinin yanında olublar və Vətən müharibəsi bunu bir daha təsdiq etdi. Və bu mənada bugün belə bir sənədin qəbul edilməsi bu yalnız təhsil sahəsində əməkdaşlıq sənədi deyil, bizim bütün sahələrdə əməkdaşlığımızın növbəti bir davamıdır və bu əməkdaşlığın daha da güclənməsinə verilmiş bir töhfədir. Azərbaycanla Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlıq yüksək olub. Bugün Azərbaycan-Türkiyə Universiteti uğurla davam etdirir və bu universitetin fəaliyyətinin daha da genişləndirilməsinə ehtiyac var və bugün Azərbaycanla Türkiyənin peşə təhsili sahəsində də əməkdaşlığını gücləndirməsi çox önəmlidir. Məlum olduğu kimi bir müddət bundan əvvəl cənab prezident önəmli bir sərəncam imzaladı və bu sərəncamı təhsil sahəsində ən böyük addımlardan biri kimi qiymətləndirə bilərik. 21 peşə təhsil müəssisəsinin tikintisi və 2 peşə təhsil müəssisəsinin əsaslı təmiri nəzərdə tutulur. Və bu əməkdaşlıq qeyd etdiyimiz kimi peşə təhsili sahəsində də bizim birgə fəaliyyətimizə öz töhfəsini verəcək. Çıxışımın sonunda bir məsələni mən üzərində durmaq istəyirəm. Burada önəmli məsələlərdən biri, biz bildiyimiz kimi bugün Türkiyənin peşə təhsili sahəsində çox böyük təcrübəsi var və bu mənada yeni peşə standartlarının işlənməsi və tətbiqi xüsusi önəm daşıyır və eyni zamanda peşə təhsili ilə real bazar arasında əlaqənin qurulması məsələsidir. Sonuncu məsələ isə dünən hökumətlərarası iclasda hörmətli cənab baş nazir Əli Müəllim Əsədov bir önəmli məsələyə toxundu. Söhbət Azərbaycan diplomlarının Türkiyədə tanınmasından gedir. Bir sıra universitetlərimizin diplomları tanınmır və hesab edirəm ki, bu əməkdaşlığın nəticəsində Türkiyə tərəfi Azərbaycan diplomlarının tanınması istiqamətində də ardıcıl addımlarını atacaqlar. Təşəkkür edirəm.